Bəli, işğaldan azad ərazilərimizə də böyük qayıdış davam edir. Bugün Xocalı rayonunun Şuşa kənd və Təzəbinə kəndlərinə daha 54 ailə yola salınır. Bu barədə birbaşa bağlantıda əməkdaşımız Elnur Tofiq ətraflı məlumatlar məhz bizə çatdıracaq. O hazırda Ağdamdadır. Xocalıya qayıdanlar buradan yola salınır. Buyurun Elnur, eşidirik sizi. Bəli, azad torpaqlarımıza böyük qayıdış davam edir. Hazırda biz işğaldan azad olunmuş ərazilərimizə giriş postunda Ağdam ərazisindəyik və bugün Xocalı rayonunun öz azadlığına qovuşmuş daha 2 kəndinə sakinlər geri dönür. Ümumilikdə 54 ailə öz doğma yurduna qovuşacaq. İndi operatorumuz həmin ailələrin əşyalarını aparan avtomobilləri, yük maşınlarını sizə təqdim edir. Bildirmək istəyirəm ki, bugün Təzəbinə kəndinə 27 ailə, 117 sakin, Şuşa kənd kəndinə isə 27 ailə, 116 sakin geri dönür. Və ümumilikdə Xocalı şəhəri, həmçinin Ballıca, Xanyurdu, Təzəbinə, Şuşa kənd, Seyidbəyli və Daşbulaq kəndinin sakinləri artıq öz doğma yurtlarına qovuşublar və bugünkü 54 ailə ölkənin fərqli məkanlarında, ağır həyat şəraitində, yataqxanalarda, inzibati binalarda yaşayan sakinlərdir ki, 3-10 illikdən artıq bir müddətdə məcburi köçkün həyatı keçiriblər və bugün isə onların necə deyək, məcburi köçkünlük həyatı artıq başa çatmış olur. Artıq azad torpaqlarımızda onlar üçün yaradılmış şəraitə qovuşacaqlar. Belə ki, bütün evlər, fərdi yaşayış evləri tam təmir bərpadan sonra, bütün zəruri infrastrukturla təmin olunduqdan sonra sakinlərinə təhvil veriləcək və artıq bu cür xəbərləri efirlərimizə daha çox yansıdırıq. Çünki mütəmadi olaraq işğaldan azad olunmuş və yenidən həyat qazanmış ərazilərimizə İnsanlar da geri dönür. Buradan mütləq şəkildə reportajımız olacaq. Geri qayıdan, öz doğma yurduna qovuşan sakinlərin fikir və təəssüratlarını öyrənəcəyik. Yəqin ki, reportajımızı qarşıdakı xəbər saatlarının birində sizə təqdim etmək imkanımız da olacaq. Mənim isə Ağdamdan çatdırmaq istədiklərim bunlardır. Təşəkkür edirik Elnur, sizə ətraflı məlumat.